agensiyle ben çıkış yolunu bunların iş adamlarına verilmesi de onlar o yere havalandırabilir. Şimdi məsləhətləşmələr yoluyla orada ne iş görmək istəyir, onu müzakirə edə bilər. Görünür, məsələn, Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, indi bunların obyektində çoxlu bu cür məsələlər var, tarixi yerlər var. Hamısına pul çatdırmaq olmur. Amma iş adamları buna pul qoya bilər. Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, gərək elə mütləq hansısa biznesmenlərə verilə bunlar. Və bu qanun layihəsinin əsas başa düşmədiniz ki, nə ilə bağlıdır. Burada çıxış eləyənlər də oldu. Bütün bu qanun layihəsinin konsepsiyasını ortalığa qoydular. Deyirsiniz ki, nəyə lazımdır pasportlaşma, bundan sonra necə olacaq? Siz nə danışırsınız? Deməli, müqayisə eləsək biz Səyyad Aranla Sahibə xanımı, Səyyad Aran daha çox dövlətçidir. Çünki bunlar Heydər Əliyevin dönəmində deputat olmuş, parlamentə təmsil olunan və içlərində kin, nifrət, küdurət bəsləməyən insanlardılar. Bəli, bunlarla mübarizə aparırdılar, hökumət müxalifət. Bunlarla parlamentdə, televiziyalarda müxalifət partiyaların liderləri mübahisələr eləyərdilər. Amma bu insanlar tamam fərqli bir insanlarıdır. Bunların hamısı yox ha. Amma bir çoxları vardır ki, bunlardan da öndə gələnlərdən biri həm də Səyyad Aranıdır. Çölə çıxanda bunlar olurdular normal insan kimi. Yəni necə normal insan? Normal insandılar. Yəni başqaca anlaşılmasın. Yəni müxalifətlə düşmənçilik eləmirdilər. Nifrət eləmirdilər. Onlar qəbul edirdi ki, bunlar hökumətdir, o da müxalifətdir. O da danışmalıdır, bu da onu müdafiə eləməlidir hökuməti. Mesela bunu qəbul edirdilər. Və gəlirdi orada çıxırdı, mübahisə edirdilər, tartışırdılar, amma çıxanda çöldə bir-birinin əlini sıxıb gedirdilər. Bugün Azərbaycan müxalifətinə qarşı azdan parlamentə təmsil olunanlar ki var ha, birisi hansı gözlə baxır? Düşmən gözlüylə. Hətta erməniyə belə baxmırlar ki, bizlərə baxırlar. Bunun da səbəbi var. Səyyad Aran müəyyən bir yol keçmiş adamdır. Heydər Əliyev üçün bir nəhəngin əlinin altında olan adamlardılar, yetişdirdiyi adamlardılar bunlar. Amma bu dünən gələnlər ki var ha, aşıtma şalvar giyənlər, patdaşka deyib belə çəkib ötürənlər. Bunlar bilmir bu dövlət necə qurulub, hansı zülümlərlə, hansı müsibətlərlə, nələrə qatlanaraq bu dövlət gəlib bugünkü vəziyyətə çatıb. Bunlar onu anlamır. Onun bunun pulu ilə və yaxud da xalqın korrupsiyanla dədələrinin, babalarının xərclər yığdığı pullarla hesabına gelib, xaricdə orada burada təhsil alıb, gəlib bu günlərin də hak etmədiyi halda gəlib oturub Azərbaycan parlamentində xalqı təmsil edirlər. Və Səyyad Aran çox haqlı olaraq bir məsələni gündəmə gətirir. Çox ciddi bir məsələdən gedir söhbət. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanun qəbul olunur. Müzakirə gedir. Səyyad Aran deyir ki, qardaş, laf bunları pasportlaşdırdıq. Amma baxın görün bizim mədəniyyət abidələrimiz nə gündədir? Hamısının evi yıxılıb. Əsrlərdir Möminə xatun var Naxçıvanda məqbərə. Təsəvvür edin ki, Vasit Talib o gələndən sonra götdü məqbərəni birisiz neynədir? Məqbərəni tək qazonu əkdi. Suyu buraxdı məqbərənin bir tərəfindən, məqbərə çöktü. Əyildi. Buna nə qədər elədim ki, ay kişi, ay çoban, su qoyma ora. 100 illərdir bu məqbərə buradadır. Sən çökürdüsən onu. Dedi, yox, mənim xoşuma yaşıllıq gəlir. Nə məqbərə? Bu da Azərbaycan hökumətinin tarixi abidələrinə yanaşması. Səyyad Aran da bunu bilir. Səyyad Aran deyib, pasportun verdiyə sonra, sual verir sahibə Qafarova deyə sonra, kim bərpa eləyəcək bunu? Nə ilə bərpa eləyəcək bunu? Axı bu sır. İdeal bir təklif verir. Deyir ki, bunu yarın verək biz iş adamlarına, həmin yerləri bərpa eləsinlər, sərmayə yatırsınlar, ətrafında nə bilim, yeməkxana tiksinlər, istirahət nələrsə tiksinlər, bulaqlar qoysunlar, elə bir şərait yarasınlar ki, turizm şirkətləri ilə müqavilə bağlasınlar, ölkəmizdə gələn sayı milyonlarla olan turistləri aparaq həmin o tarixi abidələrimizə göstərə. Bunu demək istəyir Səyyad Aran. Sahibə xanım nə deyir? Nə danışdınsa? Hökumət ölüb, özümüz pul da ayıracaq, təmir eləyəcək, pul ayırdıq da, Hesablama Palatası bir haftada oxuyub qutara bilmir. 94 dənə şirkəti yoxlayıb ki, 99'unda şey çıxıb. Qanun pozuntusu. Səyyad Aran deyir ki, qardaş, gəlin bu dövlətin pulunu dağıtmıyor. Bu dövlətçi adam deyir bu adam, ona görə deyir. Deyir bu dövlətin pulunu dağıtmıyor. Belə sahibkarlar gitsinlər orada yaxşı bir şərait yaratsınlar, turizm heç olmasa inkişaf eləsin. Gələn turistləri aparsınlar, o abidələrimizi göstərsinlər, tanısınlar ki, biz qədim xalqıq.
Amma yenə də parlamentin sədri köhnə ampul asındadır. Olmaz. Hökumət ölməyib ki. Bəli, düz deyil. Hökumət ölməyib ki. Sabahlarım həmin qoruqların saxlanılması üçün, yenidən təmir olunması üçün də şəhərdə 20 milyon pul ayrıldı içəri şəhərdə və cəmi 13 milyon xərcli və 7 milyon ortada pul yoxdur. Hələ 13 milyon da nəyə xərcli o da bəlli deyil. Sahibə xanım bunu demək istəyir ki, Sərət müəllim, sən neçə illərdir deputat olsan, sənin ayağının altında bir dənə mənim maşının yoxdur. Sənin bizim qədər mal varlığın yoxdur. Gör, neçə il deputat olsan mən? Sahibə xanım onu deyir. Deyirsən, niyə bizim kürəyimizi kəsirsən? Niyə imkan vermirsən ki, biz dövlətin xətti ilə pullar ayrılsın, ondan sonra geçsin, o da yavaş-yavaş qulağı kəsilsin. 2 dəfə belə çıxış eləsə, Səyyadaranın parlamentdən çıxarılması ilə bağlı məsələ qaldıracaqlar ki, Səyyadara ya da mikrofonun bağlayacaqlar ki, da Səyyadaran bundan sonra heç bir mikrofondan istifadə edə bilməz.